Sevgilivə zəng elə, mənə elçi düşüblər deyir. Məni qaçırtmalısan. Mənə əl verəcəklər deyəcəksən, əgər gəlsə, mənə 100 manat pul qazanacaqsan. Sevgilin var? Var, nişanlım var. Zəng edəcəksən və deyəcəksən ki, mənə elçi düşüblər, ailəm hə deyib, yəni məni qaçırtmalısan, başqa yol yoxdur. Konum atacaqsan. Əgər gəlsə, mənə 100 manat pul qazanacaqsan. Sənin səhifəni izləyirsənsə 100 manat pul belə və gəlsə də 100 manat pul belə. Yəni 200 manat gedərsən. Səhifəni izləyirsən? Xeyr, izləmirəm. Əgər oğlan gəlməsə də izlədiyi və 100 manat qazanacaq. Yoxlayaq. Yoxlayaq. Alo. Məncə həyat. Necəsən? Yaxşıyam, sən necəsən? Şükür yaxşı olasan. Sənin bir sözün var. Hə, buyur. Ailəm, yəni pullu oğlan var, məni ona vermək istəyirlər. Başa düşməm. Yəni bir çarəmiz var ki, əgər məni sevirsənsə, sən gəlib məni qaçırtmalısan. Zarafat edirsən yoxsa? Yox, ciddiyəm. Bilirsən də bu nə deməkdir? Bilirəm və yəni sən razısan yoxsa yox? Yox, o yox. Mən səni bilirdi ailən istədiyimi. Bilirdi, təbii ki də Məni bilirdi. tanıyırlar. Ailəm bunu bilə-bilə səni başqasına verirlər elə. Vermək istəyirlər. Konum at mənə. Konum at gəlir. Tamam. İndi konum atacaqsan, bəs gələcək səncə? Yəqin ki, gələr. Məncə bu çox böyük riskdir, çünki səni qaçırtacaq. Mən belə düşünürəm ki, gələcək. Əgər 3 il bir münasibət varsa. Üçlü münasibəti təbii ki də gəlməlidir. Gözləyək, konum at. Hazırdır. Düz 15 dəqiqə keçdi. İndi xanımın sevgilisini zəng edək, görək gələcəkmi, gəlməyəcəkmi? Xanım konum atıb, zəng edək. Sözüm yoxdur. Я не забуду твою